ABCD fiqurunda təsadüfi qeyd olunan nöqtənin rəngsiz hissəyə düşmə ehtimalını soruşur bizdən. Yəni, ümumi fiqurun yox. Biz ABCD fiqurunun sahəsində rəngsiz hissəni tapanda biz nə edəcəyik? Rəngsiz hissənin sahəsini götürüb ABCD fiqurunun sahəsinə böləcəyik. ABCD fiqurunu tapsaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 da buradır. Trapesiyanın sahəsi oturacaqları cəminin yarısının hündürlük də baxın budur. Hündürlüyə hasili 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11'ə hasilidir. Vurulsun 11'ə. Bu eləyir 20. 20'ni 2'yə böləndə 10. 10'u 11'ə vuranda eləyir 110. 110 ümumi ABCD fiqurunun sahəsidir, yəni məxrəcə yazılmalıdır. İndi rəngsiz hissəyə düşmə ehtimalı deyilsə elə içindəki rəngsiz hissələrin sahəsini tapsaq kifayətdir. Tək hesablamaq lazımdır. Məsələn, birinci böyük olanlardan başlasaq. Yuxarıdakı trapesiyaya baxsaq. 1, 2, 3, 4, 5, 6. Yarım, 7. 1, 2, 3, 4. Yarım, 5. 7 plus 5, 12. Yarısı 6'dır. Vurulsun hündürlük. Hündürlük baxın buradan buradır. 1 tamdır, yarım 2 eləyir. 6 vurulsun 2 bərabərdir 12'yə. Deməli, buranın sayısı oldu 12. Yuxarıya baxsaq, bu trapesiyada yuxarı 1 və də yarım olur 2. 1, 2, 3, 4, 5. Yarım, yəni 6. 6 da aşağıdır. 2 plus 6, 8. Yarısı 4. Vurulsun hündürlük. Bax, hündürlük buradan bura. Fərqi yoxdur aradan baxsan. Gör nə qədər də elə. 1 yarımı da var elə. 1 yarım nesə deməkdir? 1/5. 4'ü vurursam 1/5'ə bu bizə 6 verir. Sonra baxaq bu böyük trapesiyaya. Böyük trapesiyada yuxarı 4. Necə? Davam eləyək də. 4 plus 2, 6. Yarısı 3. Vurulsun hündürlük. Bax, buradan bura qədər olan uzunluqdur. 2, 3, 4, 5. Yəni, buradan da baxsan, harada baxsan eynidir. 5. 3 vurulsun 5. Bu oldu mu 15? Bunu da yazırıq 15. İndi baxırsan bu aşağıdakı böyük trapesiya. Bu trapesiya bununla eynidir. Bunun da sahəsi 6'dır. Sonra baxaq məsələn bu trapesiyaya. Bu trapesiyada 1/5 yuxarı oturacaqdır. 0/5 aşağıdakıdır. Bunları toplasaq 2 yarısı 1 vurulsun hündürlük. Hündürlük də 2'dir. 1 vurulsun 2 bərabərdir 2'yə. Bura oldu mu 2? O 2'dirsə bax bu da 2'dir. Eynidir çünki bunlar. Bu 4 dənədir. 4'ünün də sahəsi eynidir. Birini tapıb 4'ə vursaq kifayətdir. Yuxarı yarım 1 eləyir. Aşağı da 2'dir. 1 vurulsun 2. 1 plus 2 eləyəcək 3. Bölünsün 2. Yəni oturacaqları cəminin yarısının hündürlüyə hasili. Hündürlüyü nə qədərdir bunun? 1/5. Yəni 2'də 3 deməkdir. 2'də 3. 2'də 3'ü 2'də 3'ə vuranda 4'də 9 eləyir. Bunun birinin sahəsi 4'də 9'dursa, onda 4'ünün də sahəsi 4'də 9'dur. 4 dənə 4'də 9 bizə 9 verəcək. Bax, bura oldu 9. İndi toplamaq lazımdır. Aşağıda tək toplayıram. Bax, məsələn, sol tərəfdən başlayıram. 2. Üstəgəl 12. Üstəgəl 15. Üstəgəl 2 dənə 6 var. Plus, bu hamısı bir yerdə 9. Bir dənə də burada 2 var. Topla görün bunu. Deməli, bu 27, 29, 35, 41, 50, 52. 110'da 52. 2'yə ixtisar getsə 26, orada da 55. 55'də 26. B variantına bax. Üçüncü sualda belə bir qanuna uyğunluq var. Deməli, burada yuxarıdan aşağı baxan xəttlər var. Onun arxa tərəfində olan belə bir xəttlər var burada. O görünmür. Niyə görünmür? Çünki birinci şəkildə arxa tərəfdədir. Birinci nə edir? Bu xəttlər burada arxa tərəfdədir. Onu atır saat əqrəbi istiqamətində qabaq tərəfə. Sonra özü bunun arxa tərəfinə keçir. Ona görə görünmür. Yenə arxa tərəfdə olan xətləri atır qabaq tərəfə. İndi özü onun arxa tərəfinə keçməlidir. Özü onun arxa tərəfinə keçsə, sadəcə bax buradakı şəkil görünəcək. Sağ tərəfdə. İndi burada biraz şəkil yaxşı verilməyib. O bunu nəzərdə tutublar indi. Öz aləmlərində. Deməli, C olmaz, Y olmaz, D olmaz. Ya A ya da B'dir. Yuxarıdan aşağı baxan xəttlər. Bir də
dərəcələrin dönməsinə baxacağıq. Məsələn, bax burada da elədim, buradakı xətt. 45 dərəcə dönüb gəlib bura. Bir dənə də 45 dönüb bura, bir dənə də 45 dönüb bura. İndi 45 dönsə aşağıya, yuxarıdan aşağı baxacaq. Yuxarıdan aşağı baxan B-də yoxdur, amma A-da var. Cavab A-dır. O birinə baxası olsan, məsələn bu xətt 90 dərəcə dönür. Bax, saat əqrəbi istiqamətində 90 dərəcə dönür. İndi bir dənə də dönəsi olsa belə olacaq. Sağ tərəf. Dördüncü sualda K-M 5-dir. Bunu bilirik. Deməli, K-dan elini çıxıb R yazıb. Deməli, K-dan elini çıxmaq mümkün imiş. Əvvəldə də var bu. K minus L M yazıb. K-dan elini çıxa bilirsə, burada L-dan K-nı çıxmaq olmaz. Onda bu K-dan 100% birim verib ortadakı L-ya. Onda yerində qalıb K yox, K minus 1. Bundan da bir dənə L-nı çıxıb, cavabda M alıb. Eləmi? Burada mən həm 1-i, həm də L-nı sağ tərəfə keçirsəm, M-nı sol tərəfə keçirsəm, K minus M bərabərdir L plus 1 alınacaqmı? K minus M nəyə bərabərdir? 5-ə. Gətir bunu yenə 5 yazsaq, 5 bərabərdir L plus 1. 1-in üstünə nə gələndə 5 olar? 4. Deməli, L 4-dür. 8-də belədir, bax. ABC yazıb. Birincini, sonra ikincini, sonra üçüncünü yazıb. Sonra ACB yazıb elə. Birincini yazıb, ikincini, sonra üçüncünü yazıb. İndi birincini yazacağıq. Sonra ikincini, sonra üçüncünü. Sonra CAC yazıb elə. Üçüncü, birinci, üçüncü. Bax, BAB, üçüncü, birinci, üçüncü. İndi B, üçüncü, birinci, C. Sonra təzədən üçüncü. Bax, bu formada yazmaq lazımdır. Və yaxud belə də baxa bilərsən. A neçənci yerdədir? Birinci yerdədir, ikinci yerdədir. Burada ikinci, üçüncü yerdədir. Sonra ikinci yerdədir. Burada da birinci, ikinci yerdədir. Bax, həmin buradakı A da birinci yerdədir. Həqiqətən bax, görsən, ikinci yerdədir. İkinci, üçüncü yerdədir. İkinci yerdədir. Burada da birinci, ikinci yerdədir. İndi C olmalıdır burada eyni qayda ilə birinci yerdə. Burada ikinci yerdə. Burada ikinci, üçüncü yerdə. Burada da olmalıdır ikinci yerdə. Burada olmalıdır həm bir, həm ikinci yerdə. Deməli, variantları çıxaraq baxmaq mümkündür, yəni. Məsələn, birinci yerdə var. Burada ikinci yerdə var. Burada məsələn, bu şəkildə üçüncü yerdə olmamalıdır. Yalnız ikinci yerdə olmalıdır. Sonra həm ikinci, həm üçüncü yerdə olmalıdır. Məsələn, C variantında bu səhvdir. Daha sonra o birində yalnız ikinci yerdə düzdür. O birisində isə həm bir, həm də ikinci yerdə olmalıdırsa, bax, bizə dənə variant qalır. 7-də elə bilirsiniz ki, toplayıb 3-ə vurub. Toplayıb 3-ə vurub. Bura bax, toplayıb 3-ə vuranda alınmır. Deməli, kvadratlar fərqiymiş. 13-ün kvadratı 169 eləyir, 10-un kvadratı 100 eləyir. Bunları çıxanda 69-dur. 15-in kvadratından 12-in kvadratını çıxır bir-birindən. 16-nın kvadratı 256-dır, 9-un kvadratı 81-dir. Bax, bunları bir-birindən çıxırsınız. 175. Və yaxud belə də baxa bilərsiniz. Bir dəfə topla 23, bir dəfə çıx 3, sonra vur bir-birinə. Bir dəfə topla, bir dəfə çıx. Burada C2-dirsə, həmin üçbucaqlar hansılardır? Bax, bunlardır. C2-dirsə, bunun hər ikisində eyni formada dayanıb da. Yəni, hər ikisində burası 3-dür, burası da 1-dir. Bu 1-dirsə, bunların hamısı 1-dir. Bu 2-dirsə, bunların hamısı 2-dir. 1 ilə 2-ni yazmışıqsa, deməli, bu 3-üymüş. Onda bunların hamısı 3-dür. 2-3-dirsə, deməli, bura mütləq 1 imiş. 1-2-dirsə, deməli, bura 3-dür. 1-3-dürsə, deməli, bura mütləq 2-dir. Bunların hamısına 2-ni yazırıq. 1-2-dirsə, deməli, burada çatışmayan 3-dür. 2-3-dürsə, burada 1 çatışmır. 1-2-dirsə, burada 3 çatışmır. 1-3-dürsə, burada 2 çatışmır. 1-2, burada 3 çatışmır. Deməli, burada 1 çatışmır. 1-2-dirsə, burada 3 çatışmır. 1-2-dirsə, burada da 3 çatışmır. Bizdən nə istəyirdi? ABCD ardıcılıqla düz. A-nın qiyməti 3-dür. B-nin qiyməti 1-dir. C-nin qiyməti 2-dir. D-nin qiyməti 3-dür. Y-nin qiyməti də 3-dür. Bax, burada nöqtə balaca üçbucağın yaxınlığındadırsa, nöqtə buradadır. Hanı bunun balaca üçbucağı?
Nöqtə buradadır. Hani bunun yanındakı balaca üçbucaq? Nöqtə buradadır. Hani bunun yanındakı balaca üçbucaq? Çünki nöqtə plusla o qara balaca üçbucağın arasında yerləşməlidir. Nöqtə plusa yaxındırsa, nöqtə plusdan uzaqdırsa, bu ola bilməz axı, cavab o variantdır. 21-ci sualda bizə verib ki, özəl ali təhsil müəssisələrinə qəbul olanlar ali təhsil müəssisələrinə qəbul olanların neçə faizidir? Özəldə olanları tapıb ümumi qəbul olanlar ali təhsil müəssisələrinə qəbul olanların neçə faizini təşkil edir, onu tapacağıq. Birincisi, qəbul olmayanlar 72%dirsə, deməli ali təhsil qəbul olanlar 28%dir. Bunu yazırıq məxrəcə. Bir də özəli tapıb sürətə yazmaq lazımdır. Qəbul olmayanlar 72-dirsə, bu üçü birlikdə 28% olmalıdır. Onda biz 28-dən 10 tam %79 ilə 12 tam %45-in cəmini çıxmalıyıq. Bunları çıxanda bu bizə 4 tam %76 verəcək. Özəldə qəbul olanlar 4 tam %76-dırsa, onda 4 tam %76 28-in neçə faizidir deyəndə 4 tam %76-nı 28-ə bölüb 100-ə də vura bilərik və yaxud 28-i götürürük 100%, 4 tam %76-da x faiz. Bu da 17% alınır. AB vurulsun CD 72-dirsə, nəyi nəyə vuranda 72 alınır? 1-i 72-yə, 2-ni 36-ya, 3-ü 24-ə. Bir də 4-ü 18 ola bilər. Biz indi burada 2 gəlib düşübsə bura, baxıb vurursunuz, birincidə alınır 72, ikincidə də alınır, burada alınır 72, burada da alınır 72, burada da alınır 72. İkinci sətirdə bu 2 buradan düşüb. Demək ki, bu 2 ilə başlayan bir üç rəqəmli ədəd olmalıdır. 2 ilə başlayan bir üç rəqəmli ədəd olmalıdır. Hər birində. Hər birində. İndi baxırıq nəyə? Baxırıq nəyə? Burada 72-ni elə bir ədədə vurmaq lazım ki, 200 neçə olsun? 2 ilə başlayan bir üç rəqəmli ədəd olsun. Bu 3 ola bilər. 3 dəfə 2, 6, 3 dəfə 7, 21. Bir də 72 1 yazanda ora 4 də yaza bilərsən. Bura alınır 72, 4 dəfə 2, 8, 4 dəfə 7, 28. Yenə də 2 ilə başlayır, problem yoxdur. Burada nə yaza bilərik bəs? Bura biz yazarıq məsələn 7. 7 dəfə 6, 42. 4 yadda, 21, 4 yadda 25. 8 də yazanda problem olmur deyəsən. Deməli, 9 yazsaq bura maksimum, 24-də vursaq, 9 dəfə 4, 36, 3 yadda, 9 dəfə 2, 18, 3 yadda 21. Yenə 2 ilə başlayır, əsas məsələ budur. Mən bura maksimum 9 yaza bilərəm. 9-u da 18-ə vuranda 162 eləyir. Yəni, burada 2 ilə yox, 1 ilə başlayır. Ona görə bu doğru deyilsə, bundan kiçik olanların da heç biri doğru deyil. Bizdən də soruşur ki, CD-nin maksimumu neçədir? CD aşağıda olandır. Maksimumu 93'dür. Minimumu isə 31'dir. Bunlar bir-birindən çıxanda 62 alınır cavab. C3 olanda bunu deyir. C3 olanda A ilə B-nin cəmi neçədir? A ilə B yuxarıdakıdır. 7 üstəgəl 2 bərabərdir 9-a. Aşağıdakılardan neçəsi mütləq doğrudur? Neçəsi deyəndə adətən 1-i çıxırdı. C tək rəqəmdir. Baxaq görə hələ C sol tərəfdəki 4 də ola bilər, 3 də ola bilər. Tək də olar, cüt də olar. B 5-dən kiçikdir. B ikincidir. 2 də olar, 6 da olar. Ola da bilər, olmaya da bilər. AB-nin maksimumu 36 səhvdir. AB-nin maksimumu 72-dir. A B-dən kiçikdir. Baxaq görək, 7 2-dən böyükdür, amma 3 6-dan kiçikdir. Bu ola da bilər, olmaya da bilər. D 3-dən kiçik bərabərdir. Hər vəziyyətdə 1, 2, 3 alındığına görə deməli bu fikir doğrudur. Doğrunu soruşur, sadəcə doğru olan bu axırıncıdır. Ona görə neçəsi 1-i doğrudur. 47-ci sualda deyir, 150 konfet tələbələrə elə paylandı ki, uyğun olaraq K, L, M komandalarının hər bir üzvünə birinciyə 2, ikinciyə 3, üçüncüyə də 6 konfet düşdü. Bunları toplayanda cəmi 150 konfet eləyir. Baxırıq indi nəyə? Aşağıdakılardan deyir, hansılar mütləq səhvdir? K komandasında 20 tələbə var. K-da 20 tələbə varsa, hərəsinə 2 konfet düşsə, 40 konfet gedəcəkmi? Bəli. 40 konfet getsə, yerində qalacaq 3L plus 6M bərabərdir. 150-dən 40-ını çıxsaq, 110 qalacaq. 110 konfeti 3 və 6 tələbələr arasında indi 2 komandada elə bölmək lazımdır ki, bərabər olsun. 110 3-ə və 6-ya bölünmürsə, indi birinə bölünmürsə kifayətdir. Demək ki, bunu bölmək mümkün deyil.
mütləq səhvdir. L komandasında 32 tələbə olsa, gətirib L-nın yerinə 32 yazırıq. Onda alınır 2K plus 6M bərabərdir. 32 yazanda 32 vur 3, 96 konfet gedir. 150-dən 96-sı getsə, qalacaq 54. 54 2-yə də bölünür, 6-ya da bölünür. Demək ki, bu doğruymuş, problem yoxdur. Sonra baxırıq, M komandasında 20 tələbə varsa, yazırıq 2K plus 3L bərabərdir. Burada 20 tələbə varsa, 20 vurulsun 6. 120 dənə konfet gedəcək. 150-dən 120-si getdisə, yerdə 30-u qalır. 30 2-yə də bölünür, 3-ə də bölünür. Demək ki, problem yoxdur. K komandasında 27 tələbə var. Əgər K komandasında 27 tələbə varsa, 27-ni vuracaq 2-yə. 54, 150-dən 54 konfet gedirsə, yerdə qalan 3L plus 6M bərabərdir 96-ya. 96 3-ə də bölünür, 6-ya da bölünür. Demək ki, doğruymuş. L komandasında 19 tələbə varsa, gətirib L-nın yerinə 19 yazası olsaq, 2K plus 6M bərabərdir. 150-dən 3 vur 19, 57 eləyir. 57-sini çıxanda 93 qalır. 93 nə 2-yə, nə də 6-ya bölünmür. Burada da minus olacaq. Demək ki, minus qoyduqlarım səhv olanlardır. Yəni 1 və 5 sizin doğru cavabınızdır. Qələbənin 3 xalla, bərabərliyin isə hər bir komanda üçün 1 xalla qiymətləndirildiyi futbol üzrə çempionatın qalibi keçirdiyi 34 oyundan sonra 74 xal toplayan A komandası oldu. A komandasının bərabərliklə nəticələnən oyunlarının sayının məğlubiyyətlə nəticələnən oyunların sayından 2 dəfə çox olduğunu bilərək onun neçə oyunda qələbə qazandığını tapın. Bu A komandası. Bunun qələbəsi var, məğlubiyyəti var, bir də heçəcəsi var. Qələbə buna 3 xal verib. Bərabərliyin hər biri 1 xal verib. Heçəsi də xal vermir. 34 oyun keçirilib cəmi və 74 xal toplayıb. A komandasının bərabərliklə nəticələnən oyunlarının sayı məğlubiyyətlə nəticələnən oyunlarının sayından 2 dəfə çox olduğunu bilərək, məğlubiyyət x qədərdirsə, heçəsi 2x qədərdir. 2x qədərdir. Neçə çox olduğunu bilərək, onun neçə oyunda qələbə qazandığını tapın. Neçə oyunda qələbə qazanıb onu tapmaq lazımdır. Deməli, bu bizə bal verməyib, elə 0 eləyir vuranda. 2x-i 1-ə vuranda, demək ki, 2x qədər xalı bu heçəcədən alıb. 74-dən amma 2x-ini çıxsaq, burada qalacaq, buradan bu 74 minus 2x qədər xal toplayıb. Hərəsində 3, hərəsində nə qədər olmaqla, hər qələbədə 3 xal verib. Onda biz 74 minus 2x-i bölsək 3-ə, alacağıq qələbələrinin sayını. Bu qələbələrinin sayıdır. Plus bu heçəçələrinin sayıdır. Plus x də məğlubiyyətlərinin sayıdır. Bu üçü birlikdə cəmi neçə oyun keçirilib? Burada 34 oyun keçirilib. Bax, bu tənliyi həll eləmək lazımdır. 2x-dən x-i toplasaq 3x eləyəcək. Hər tərəfi 3-ə vursaq, 3-lər gedəcək, qalacaq 74 minus 2x plus 2x-dən x-in cəmi 3x. 3-ə vuranda eləyir 9x bərabərdir. 34-ü 3-ə vurası olsaq 102 alınacaq. 9x-dən 2x-ini çıxanda 7x bərabərdir. 102-dən 74-ünü çıxanda neçə qalır? 28 mi qalır? X də bərabərdir 4-ə. X 4-dürsə 4 məğlubiyyəti 8 heçəçəsi var. Bunların cəmi elədi 12. 34-dən də 12-sini çıxanda 22 dənə də qələbəsi var imiş. Qələbələrin sayını soruşur. Gətirib bura 1 yazsaq, 3 yazanda alınmaca 2 yazsaq 4. 4-dən ağır 5 var. Bu 5-dirsə, indi 5-dirsə 1-i, 2-ni, 5-i istifadə eləmişik. 5-i kvadrata 3 yazaq bu da 1-dir. Bunun yanına 3 yazsaq 8, 8-dən ağır 9 var.
3'ü daha sonra 9'u istifadə eləmişiksə, 4-dən 2-sini götürdüksə 8 oldusa bu getdimi? 6 ilə yerdə, indi arda-arda qaldı. Bura 6 yazsaq, bura 7 olacaq. Qara üçbucağımız 7-dir, qara dairəmiz 6-dır. Boz üçbucağımız 5-dir, qara dairəmiz də 8-dir. Bizə də deyir ki, artması ardıcıllığı ilə düzün. Yanına kiloqramları yazırdıq. Ən yüngülü 5 kiloqramdır, yəni 3. Sonra 6 kiloqram, yəni 2. Sonra 7 kiloqram, yəni 1. Sonra da 4. 3, 2, 1, 4. Cavab budur. Birincisi biz bilirik ki, PL bura PL kimi düşübsə, vurulduğu birinci rəqəm 1 imiş. Və burada PL-i gətirib L-ya vurub L ilə bitən bir rəqəm yazıbsa, L-nın yerində ya 4 ya da 6 olar. L-nın yerində. Gətirib biz L-nın yerinə 6 yazası olsaq, burada 6, burada da 6 olacaq. Burada da 6 olacaq. L burada da 6 olacaq. Deməli, onda S düşüb 6-dan 6-sını çıxanda 0 qalar. X-imiz də 0-dır. X-imiz də 0-dır. Və S-dən də Z 1 idi. S-dən də Y-nı çıxıb Z yazıb. Y-dan da 6-sını çıxıb P yazıb. Z də 1 ilə başlayırmış. İndi 6-nı nəyə vuranda 100, sonu da 6 ilə bitir. 6 dəfə 6, 36, 3 yadda. 6 dəfə 3 olsa 18, 3 yadda ilə birlikdə 20 neçə eləyər. Amma 6 dəfə 2, 12, 3 də yadda 15 eləyər. P-də 5-dirsə, görək hələ problem varmı? Nədən 5-ini çıxanda, 6-sını çıxanda 5 qalır? 11-dən. Bir-birindən fərqli rəqəmlər olmalıdır axı burada. Bəli, 1 ola bilməz. 1 ola bilməz. El 5'ti. L-nın yerinə 6 yazanda burada eyni rəqəmlər alındısa, demək ki, qaydırıq əvvələ. Z-imiz 1 idi. L-nın yerinə onda ya 6-dır ya da 5-dir də, onsuz bilirik. Eynisinə vuranda ya 6 olur ya da 5 olur. L-nın yerinə gətirib 5 yazsaq, 5-i nəyə vuranda? 5 dəfə 5, 25, 2 yadda. 5 dəfə 2, 10, 2 də yadda 12. Çünki P-lər hər ikisində eyni rəqəm olmalıdır. Aha, bəs burada indi biz baxacağıq, L 5-dirsə, onda X-imiz 0-dır. Sonra bizə lazımdır L-nı tapmışıq 5, bir dənə Y-nı tapmalıyıq. L-da 5-dirsə, nədən 5 çıxanda 2 qalır? 7-dən. Y-da 7-dir. 5 plus 7, 12. Bəli, kurator işi idarə edən şəxsdir. B variantı direktor, məktəb idarə edən şəxsdir. Novator yenilik gətirən şəxsdir. Y variantı ekvator xəttidir. Bu isə repetitordur. Cavab Y variantıdır. 7-ci sualda baxırsınız, deyir, vakant iş yerinə qəbul olunmaq üçün sənəd qəbulunun ikinci günü birinci günlə müqayisədə 5 dəfə çox kişi, 2 dəfə çox qadın müraciət etdi. Deməli, kişi və qadınlar birinci və ikinci gündə necə yazılıb, onu qeyd etmək lazımdır. Bu birinci günü, bu isə ikinci günü. Deyir, İkinci gün, birinci günlə müqayisədə kişilərin sayı 5 dəfə çoxdur. Birinci gün x qədərdir, ikinci gün 2x qədərdir. Aha. Qadınların sayı isə birinci gün, ikinci günlə müqayisədə 2 dəfə daha çoxdur. Onda birinci gün y qədər imişsə, ikinci gün 2y qədər olacaq. Burada bu 2x yox, 5x olur. Çünki kişilər 5 dəfə çox idi. Bizdən soruşur ki, həmin gün müraciət edənlərin ümumi sayı, yəni söhbət ikinci gündən gedir. İkinci gün ikisi birlikdə 5x plus 2y bərabər olmalıdır 41-ə. Aşağıdakilərdən hansı mütləq doğrudur? Burada bütün ehtimalların hamısına tək-tək baxmaq lazımdır. Məsələn, x-in yerinə biz neçə yaza bilərik? 1 yazsam, 41-dən 5-ini çıxıram, burada 1 yazanda.
Qalır 36. 36-nı 2 yerə böləndə y olur 18. X-in yenə 2 yazsam 2 dəfə 5 10. 41-dən 10-nu çıxanda 31 2-yə bölünmür. 3 yazası olsam 3 dəfə 5 15. 41-dən 15-in çıxanda qalır 26. 26-nı 2-yə böləndə 13 düşür. Bundan sonrası rahatdır. Bu 2 vahid artanda bu 5 vahid azalır. Bu 2 vahid artıb 5 olanda bu 5 vahid azalıb 8 olur. Bu 2 vahid artıb 7 olanda bu 5 vahid azalıb 3 olur. Bu 2 vahid artıb 9 olsa bu 5 vahid azalıb mənfi ədəd ola bilməz. Demək ki, elə burada dayanırıq. Bu ümumi hallardır. İndi baxırıq nəyə? Birinci gün müraciət edənlər arasında kişilərin sayı qadınların sayından az olub. Birinci gün müraciət edənlər X və Y-dir. Yəni X ilə Y-i müqayisə elə. 1, 18. Bu azdır kişilərin sayı. Amma 7, 3 çox da ola bilir. Az da ola bilir, çox da ola bilir. Sənəd qəbulunun ilk 2 günündə müraciət edənlərin ümumi sayı 50-dən çox olub. İlk 2 günündə müraciət edən ümumi bax bunları nəzərdə tutur. Yəni 6x plus y-lər də toplayanda 3y. Hamısı birlikdən deyir 50-dən çox olub. Gətirib hamısını bir-bir yoxlamaq lazım. X-in yenə 1 yazırıq, y-in yenə 18. 3 vur 18 54. Deməli üstə də 6 gələndə eləyir 60. Bu birincidə alınır 60. İkincidə 3 yazası olsaq bura alınır 18. O birinə 13 yazası olsaq 39. 18 ilə 39-u toplayanda 57 eləyir. Sonra 5 yazası olsaq 5 dəfə 6 30, 8 yazası olsaq 24. 30 ilə 24 bizə verir 54. 7 yazası olsaq 7 dəfə 6 42, 3 yazası olsaq 3 dəfə 3 9. Toplayanda da 51 eləyir. Düz deyir də hər variantda 50-dən çox olub. İkinci gün müraciət edən qadınların sayı, yəni 2y, ondan çox olub. 2y ondan çox olubmu? Deməli, burada ola bilər 18 yazası olsaq, 18-i 2-yə vursaq 36, burada alınacaq 26, burada alınacaq 16, burada isə 6. Deməli, burada ondan çox da ola bilər, az da ola bilər. Birinci gün müraciət edən kişilərin sayı ondan az olub. Düzdür də, hər variantda 1-dən 7-yə qədərdir. Hər variantda az olub. Birinci gün müraciət edən qadınlar, yəni Y, ikinci gün müraciət edən kişilərdən az olub. Yəni Y 5x-dən. Y-i 18 götürsək, 5 dənə də x götür. 5 dənə 1 götürsək 5. Bu çox da ola bilər, az da ola bilər. Çünki dəyişə bilir burada. Onda alınır, bu ola da bilər, olmaya da bilər. Hansılar mütləq doğrudur? İkinci və dördüncü mütləq doğrudur. metrlik məftil 10 metrlik dirəyin uzundan küçənin o biri tərəfində yerləşən binanın damına çəkilir. Bax, bu 50 metrlik məftil, bu 10 metrlik dirək olsun. Bu da 50 metrlik məftil olsun. O bir tərəfində yerləşən binanın damına çəkilib. Küçənin eni 14 metrdir. Bura 14 metrdir. Əgər deyir, küçə 16 metr daha enli olsaydı, küçənin eni olsaydı 30 metr, yəni 14 plus 16, dirəyin uzunluğu eyni qalsın. Dirəyin uzunluğunu yox. Deyir, lakin məftilin uzunluğu eyni qalsaydı, yəni 50 qalsaydı, dirəyin hündürlüyü neçə metr artmalıydı? Baxaq görək. Deməli, birincidə bu ev olsun, sağ tərəfdəki. Burada bir düzbucaqlı üstbucaq alınır. Bura 10-dursa, bura da 10-dur. Bura 14-dürsə, yuxarıda 14-dür. Biz burada bu düzbucaqlı üçbucağı alırıq və düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Onda 50-nin kvadratından, yəni 2500-dən çıxacağıq 14-ün kvadratını, yəni 196. 196-nı da biz kökə salmalıyıq. Neçə eləyir? Oradan çıxan ədədir. 2304 alınır. 2304-ü də kökə salmalıyıq. Buradan kök çıxacaq neçə? Məsələn, 20 ilə 25 aralığında bir ədəd deyilmi? Neçədir burada? Daha doğrusu 20 ilə 25 nədir? 40-ın kvadratı eləyir 1600. 50-nin kvadratı eləyir 2500. Bu aralıqda bir ədəddir. 40 ilə 50 arasında bir ədəddir. 40 ilə 50 arasında sonu 4 ilə bitən ya 42 var, ya da
48 var. 42-ni vuranda 1764-ə alınır. Olmaz. Demək ki, bu 48 imiş. Onda bu hissə 48-dirsə, aşağı da 10-dursa, biz bilirik ki, bu hissə onda 50-dir, 58-dir. Bura oldu 58. Bura 30-dursa, deməli bura da 30-dur. Düzbucaqlı üçbucağa əsasən 50-dən 30-dursa, bura neçə olacaq? 50-nin kvadratından 30-un kvadratını çıxsaq, 900 alınacaq. O da, daha sonra 1600 alınacaq. O da 40-ın kvadratıdır. Bu xəttin uzunluğu ümumi 58-dirsə, yuxarı 40 düşürsə, aşağıya 18 düşür. Bura 18 isə, deməli sol tərəfdəki dirəyin uzunluğu da 18 olmalıdır. Bayaq 10 idi, indi 18 oldu. Nə qədər artdı? 8 vahid. Bunu 1-ə vurur, bunu 2-yə vurur, bunu da 3-ə vurur. Sonra toplayır. Bunu 1-ə vurur, bunu 2-yə vurur, bunu 3-ə vurur. Sonra toplayır. 1, 2, 3, 5, 8. Bax, Fibonacci ardıcıllığıdır. 1 plus 2, 3 eləyir. 2 plus 3, 5 eləyir. 5 plus 8 də 13 olmalıdır. Amma yuxarıdan aşağı doğru artan 13 olmalıdır. Bu 12, üstə də bir gəlsən 13. 21-ci sualda bizə verib ki, deyir, qrafikdə imtahanda yüksək bal göstərən qız və oğlanların sayı verilib. Birincisi, bunlar oğlanlardır. Bunlar isə, burada da oğlanlardır, bunlar digərləri isə qızlardır. Deyir, qrafikdəki göstəricilərə əsasən aşağıdakilərdən hansı mütləq doğrudur? 130-150 bal toplayanların sayı, bu ikisinin, 100-129 bal toplayan oğlanların sayından azdır. 100-129 bal toplayan oğlanları tapa bilirik. 130-150 bal toplayan oğlan bu qədərdirsə, daha sonra 130-dan 150-yə qədər toplayan bu qədərdirsə, 100-dən 150-yə opşi toplayan 170-dir. 170-dən 69-unu çıxsaq, 100-129 bal arası toplayan oğlanlar 101 nəfərdir. 130-150 bal toplayanların sayı isə 90, 104 eləyir. 104. 104 101-dən az deyil, çoxdur. İmtahanda iştirak edən oğlanlar qızlardan çoxdur. Burada sadəcə bizə imtahanda yüksək nəticə göstərən tələbələri verdiyinə görə imtahanda iştirak edənlərin sayını bilmirik. 130 bal toplayan oğlanlar 130 bal toplayan qızlardan çoxdur. Dəqiq bir rəqəmi toplayan uşaqların sayını bilmirik. 100-150 bal toplayanların 3-dən biri, 100-150 bal toplayanlar cəmi buradadır. Bu eləyir 312. Bunun 3-dən biri 104 nəfər eləyir. 130-150 bal toplayanlardır. Düzdür də? Bu da toplayanda 104 eləmirmi? D variantı cavab. 130-150 bal toplayanlar, yəni 104 nəfər, imtahanda iştirak edən edənlərin 25%. İmtahanda nə qədər adam iştirak edib, nə qədər tələbə iştirak edib bilmirik. Sadəcə bizim qrafikimiz bizə yüksək nəticə göstərənlərin sayını verir. Cavab D variantıdır. Avtobusu satmır da sərnişinə. Bəli, sürücü avtobusu sərnişinə verməz, amma müəllif kitabı oxucuya təqdim edər, şirniyyatçı tortu hazırlayar, alıcıya təqdim eləyər, müəllim mühacirəni tələbəyə təqdim eləyər, dərzi paltarı müştəriyə təqdim eləyər, amma sürücü avtobusu sərnişinə verməz. 26-cı sual yazmaq üçün biz belə bir düstur yazmışdıq. Ya A dəyişəni B və C dəyişənlərindən asılıdır. Hansı ilə düz mütənasibdirsə onu sürətə yazırdıq. Hansı ilə tərs mütənasibdirsə onu da məxrəcə yazırdıq. Bir-birləri arasında neçə dəfə fərqlənir? Ona da bir x yazırıq. Birinci A-nı verib 700 bərabərdir. B-nin yerinə yazırıq 350. C-ni verib 10. Vurulsun x. Bunlar ixtisar gedir, 2 qalır. Demək 2-ni də 10-a vuranda x bərabərdir 20 alınır. X-i tapdınız. Tapandan sonra həmin düstura əsasən yenə təzədəndən yazırsınız. A 500-dür. Bərabərdir. B-ni bilmirik. Amma x-i bu dəfə tapmışam ki, x 20-dir. C-nin yerinə də 20 yazsaq, 20-lər ixtisar gedir, B 500-ə bərabərdir.